Saat hesabı əmək haqqıya keçid layihəsi hökumətə təqdim olunub. Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə layihə müzakirə mərhələsindədir. Biz burada mərhələli keçid nəzərdə tutmuşuq. Saat hesablı keçid olduğu halda minimum aylıq normada qüvvəsində qalacaq. Bildiyiniz kimi bir çox ölkələrdə həm saat hesablı əmək haqqı, həm aylıq minimum əmək haqqı mövcuddur. Bəzi ölkələrdə yalnız saat hesablı minimum əmək haqqı mövcuddur. Saat hesablı əmək haqqıya ilkin mərhələdə keçid üçün nəzərdə tutulub ki, natamam əmək müqavilələri ilə işləyənlər və bir ayadək əmək müqaviləsi bağlayan şəxslər saat hesablı əmək müqavilələrində çalışsın. Həftəlik bu sadəcə olaraq təklifdir və bu istiqamət üzrə də hökumətlə müzakirələr aparılır ki, həmin əmək qanunvericiliyi qəbul olunsun. Xidmət rəisi distant işdə əmək haqqının formalaşdırılması ilə bağlı qaydalardan da danışıb. Bildirib ki, bu halda əmək haqqının verilməsi qanunvericilikdə hazırda olduğu kimidir. Vəli Quliyev istirahət günü işə cəlb edilən şəxslərə ediləcək ödəniş qaydalarına da diqqət çəkib. Bəli. Müvafiq olaraq qanunvericiliyə əlavə ödənişlər nəzərdə tutulmuşdur və bu halda əlavə ödənişləri verməyənlərin də şübhəsiz ki, İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyəti nəzərdə tutulur. Əgər elə hallar mövcuddursa və yaxud da bayram günlərindən öncə qısaldılmış gün verməyiblərsə də, yəni işçinin bizə müraciəti çərçivəsində bu hallar araşdırılır, müvafiq sənədlər işə götürəndən alınır. Əgər fakt təsdiqini tapırsa, cərimə tərtib olunur və həmin ödənişin ödənilməsi üçün məcburi göstəriş verilir. Vəli Quliyevin sözlərinə görə aparılan araşdırmalar nəticəsində ötən il 6897 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Dövlət orqanlarından daxil olmuş materialların araşdırılması zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi, bir halda isə uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan işlərə cəlb edilməsi faktı aşkarlanıb deyə xidmət rəisi bildirib. Şəhla Poladova, Cəfər Qasımov, Xəzər xəbər.